İsveçrənin Bazel şəhərində Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarına dək hərəkətlərin ahəngində qovuşur. Mədəniyyətlər Körpüsü adlı tədbir keçirilib. Diaspordan İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Dostları Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış parlaq zəfərin Azərbaycan tarixindəki əhəmiyyətli yeri haqqında məlumat verilib. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan bu iki böyük mədəniyyəti ahəngdar şəkildə sintez edərək multikulturalizmin, tolerantlığın örnək məkanına çevrilib. Diasporlu İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı Azərbaycanın həyata keçirdiyi diaspor siyasətinin çoxşaxəlliliyi və xalqımızın milli mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi, bütün dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışdı. Mən çox şadam ki, bu günləri Azərbaycan diasporası ayaqdadır, hər zaman olduğu kimi güclüdür və bu günləri biz çox şadıq ki, bizim xaricdə yaşayan soydaşlarımız bir yumruq olaraq, hər zaman birlikdə olaraq Azərbaycanı dəstəkləyirlər və yaxın bir zamanda biz görəcəyik ki, artıq bizim yeni nəsil diasporamız yetişir və onların böyük əksəriyyəti də artıq diaspora hərəkətinə qoşulub. Tədbirdə 8 noyabr Zəfər günündən bəhs olundu. Tarixi zəfərimizin bütün bölgənin taleyini dəyişdiyi, regiona əbədi sülh və inkişaf şansı gətirdiyi diqqətə çatdırıldı. Ölkəmizin İsveçrədəki səfiri Fuad İskəndərov Azərbaycanla İsveçrə arasında qurulan mədəniyyət körpüsünün incəsənətlə yanaşı, xalqlarımız arasında qarşılıqlı hörmətin, anlaşmanın və dostluğun da gücünü nümayiş etdirdiyini söylədi. Bədii hissədə ritm rəqs qrupu milli rəqs nümunələrimizi təqdim etdi. Avstriyada yaşayan vokal ifaçısı Orxan Cəlilov, bəstəkar və pianoçu Vasif Hüseynin ifasında Azərbaycan musiqisi təqdim edildi. Məqsədimiz Azərbaycan mədəniyyətini İsveçrədə göstərmək. Bizim gözəl musiqimizi, bizim rəqslərimizi. Mən elə hesab edirəm ki, biz bunu çox böyük müvəffəqiyyətlə, necə deyərlər, icra elədik. İnsanlar çox zövq aldılar. Yəni ki, çoxları görməmişdi bizim rəqsi. Tədbir çərçivəsində fotoqraf Andrey Jabalinin Azərbaycanın tarixini, mədəni irsini və təbiət gözəlliklərini əks etdirən fotosərgisi nümayiş olundu. Təxmini 30 dənə şəkil var ki, mən 8 il ərzində Bakıda, Azərbaycanda çəkmişdim. Bizim sərgidə hər bölgədən bir şəkil var. Qubadan, Qusar tərəfdən, Şəki, Bakı əlbəttə ki, həm də Qarabağdan. Elzar Ağayev, Azərbaycan televiziyasının Avropa bürosu, Bazel, İsveçrə.